Hörmətli izləyicilər, mən Elnur Rəstov, Amarkes Global şirkətinin hər birini salamlayıram. Bugün sizinlə günləş bazar analizini paylaşacaq. İlk öncə dollar indeksini nəzərə salaq. Dollar indeksində eniş trendi 19 may tarixində başlamış eniş trendi hələ də davam edir. Təbii dollar indeksinin ucuzlaşmanın başlı səbəblərindən birisi hörmətli izləyicilər, Amerikanın borc problemidir. Hansı ki, investorlar artıq Amerikan xəzinə istiqrazlarını almaq istəmirlər. Baxmayaraq ki, 30 illik xəzinə istiqrazlarının faiz gəlirliyi 5,30%-ə qədər yüksəlib, hətta 10 illiklər 5,50, 5,80-ə qədər bahalaşır, lakin bu istiqrazlara hələ də tələb yoxdur. Təbii, bu istiqrazlara tələbin aşağı olmasının başlıca səbəbi Amerikanın borc problemidir, hansı ki, artıq investorlar onu yüksək riskli aktiv hesab edirlər. Üzərinə də Trumpın vergi siyasətini gətirdikdə, təbii ki, bu borc problemini daha da qəlizləşdirmiş olur. Belə ki, Trump yeni vergi siyasəti ilə vergi dərəcələrini aşağı salmaq istəyir və bu da Amerikanın büdcə kəsirini 4 trilyon dollar artıra bilər. Əlavə olaraq o qeyd etdi ki, dövlət müdafiə xərclərində də 1 sent belə azaltmayacaq. Hansı ki, dövlət müdafiə xərcləri hal-hazırda 1 trilyon dollar ətrafındadır. Təbii, belə olan halda Amerikan borcu həddindən artıq arta bilər. Üzərinə istiqrazların faiz gəlirinin artmasına baxmayaraq ona tələbin olmaması təbii ki, bu borc problemini daha da qəlizləşdirir, daha da çətinləşdirir Amerika üçün. Çünki artıq Amerika yenidən daha yüksək faizlərlə borclanmalı olacaq və bu təbii ki, bir yerdə, bir nöqtədə artıq idarə olunmaz bir səviyyəyə gələ bilər və bundan dolayı da investorlar hələlik ehtiyatla davranır və Amerikan aktivlərinə bir mənada böyük miqdarda yatırım etməkdənsə diversifikasiya etməyə üstünlük verirlər. Xüsusilə qızıla və digər aktivlərə yatırım etməyə daha üstünlük verirlər. Və bundan dolayı təbii ki, dolların qiyməti ucuzlaşır. Və digər bir səbəb hörmətli izləyicilər, federal ehtiyatların faiz dərəcəsini aşağı salacağı ilə bağlı və yaxud da pul kütləsini artıracağı ilə bağlı gözləntilərdir ki, bu da nəticə olaraq dollar indeksinə təbii neqativ təsir edir. Çünki bu borc son anda əgər istiqrazlara tələb artmazsa, bu istiqrazları son anda federal ehtiyatlar ala bilər və bu da bir mənada dolayı yolla bazarda pul kütləsini çoxaltmaq, yəni dolların həcmini artırmaqdır ki, bu da təbii ki, dolların qiymətinə neqativ təsir edir və bundan dolayı da dollarda hal-hazırda satış trendi davam edir. Texniki analiz nöqteyi nəzərdən də hörmətli izləyicilər, bir öncəki videomuzda da qeyd etmişdik, dollar indeksinin əslində satış siqnalı 19 may tarixində diqqət etsəniz, həmin günün birinci dəstək səviyyəsinin qırılması ilə və qiymətin həmin səviyyənin altına bağlanması ilə eniş trendi yaranmışdır və həmin tarixdən etibarən 1, 2, 3, 4, 5-ci gündür ki, dollar indeksində eniş trendi davam edir. Gün ərzində dollar indeksi bu günün birinci müqavimət səviyyəsi olan 99-238 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz dollar indeksində satışın davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyü də dollar indeksində olan düşüşdən dolayı yüksəlməyə doğru gedir və eyni zamanda Trumpın Avropa Birliyinə yenidən 50% tarif tətbiq edəcəyi ilə bağlı açıqlamasına baxmayaraq dollar ucuzlaşır, avro isə bunun qarşılığında yüksələn trendlə davam edir və diqqət etsəniz 19 may tarixində əslində avro-dollar valyuta cütlüyündə alış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci dəstək səviyyəsi, müqavimət səviyyəsinin qırılması ilə alış siqnalı yaranmışdı. 22 mayda baxmayaraq ki, həmin günün birinci dəstək səviyyəsini qırdı, lakin yenidən alış trendi davam etdi və bu gün ərzində nə qədər ki, avro-dollar valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 1,13-040 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyü keçən həftənin cümə günü İngiltərədə pərakəndə satışlarının proqnoz ediləndən yuxarı 5% açıqlanması bir mənada GBP-USD-də yüksəlişə səbəb oldu. Bu göstərici hansı ki 2022-ci ildən bəri ən yüksək göstərici idi. İngiltərə iqtisadiyyatındakı bir mənada pərakəndə satışlarda böyük bir azalma var idi. Lakin bu göstəricilərin proqnoz edilənin üzərində açıqlanması funtu dəstəkləyən əsas faktorlardan birisi olmuş oldu və diqqət etsəniz, texniki analiz nöqteyi nəzərindən də GBP-USD-də əslində 19 mayda alış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci müqavimət səviyyəsinin qırılması və GBP-USD valyuta cütlüyünün həmin səviyyənin üzərində bağlanması ilə alış siqnalı yarandı və həmin tarixdən etibarən 1, 2, 3, 4, 5 gündür ki, artıq GBP-USD valyuta cütlüyündə yüksəliş trendi davam edir.
Gün ərzində nə qədər ki GBP-USD valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 1.34548 səviyyəsini, yəni bu səviyyəni qırıb onun altına bağlanmazsa, biz fond dollar valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyetimiz AUD-USD valyuta cütlüyüdür. Avstraliya dolları və ABŞ dolları valyuta cütlüyündə də diqqət etirsəniz 23 mayda alış siqnalı yaranıb. Belə ki, həmin günün birinci müqavimət səviyyəsinin qırılması ilə və valyuta cütlüyünün hətta 3-cü müqavimət səviyyəsinin üzərində bağlanması ilə bir mənada ki, AUD-USD-də alış siqnalı yarandı və gün ərzində nə qədər ki, AUD-USD bu günün birinci dəstək səviyyəsi olan 0.64-360 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz AUD-USD-də yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyetimiz USD-YENA valyuta cütlüyüdür. USD-YENA valyuta cütlüyündə də texniki analiz nöqteyi nəzərindən 14 mayda yaranmış satış siqnalı hələ də davam etməkdədir və həmin tərəfdən etibarən 1, 2, 3, 4, 5, 6, 7, 8-ci ticarət günüdür ki, USD-YENA valyuta cütlüyündə eniş trendi davam edir. Diqqət etsəniz, həmin tərəfdən etibarən valyuta cütlüyü yalnız birinci müqavimət səviyyələrinin altında ticarət olunub. Bu gün ərzində də USD-YENA valyuta cütlüyü nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 143 635 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz USD-YENA valyuta cütlüyündə enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyetimiz qızıldır. Qızılda da yüksəliş trendi davam edir. Diqqət edirsən, 15 may tarixində əslində qızılda alış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci müqavimət səviyyəsinin qırılması ilə və qiymətlənmə səviyyənin üzərində bağlanması ilə qızılda alış siqnalı yaranmışdı və diqqət etsəniz, həmin tarixdən etibarən qızıl yalnız günlər üzrə birinci dəstək səviyyələrinin üzərində ticarət olunur və həmin tarixdən etibarən 1, 2, 3, 4, 5, 6, 7 gündür ki, qızılda yüksəliş trendi davam edir. Hörmətli izləyicilər, təbii bir öncəki videolarımızda da qeyd etdiyimiz kimi qızılın yüksəlməsinin əsas səbəbləri qlobal risklər və xüsusilə son olaraq qlobal bond bazarında olan risklərdir. Xüsusilə Amerika xəzinə istiqrazlarının faizləri yüksəlir. Eyni zamanda Yaponiya istiqrazlarının faizləri son 20 ilin ən yüksək səviyyəsinə çatıb. Hətta Yaponiya istiqrazlarının 40 illik Yaponiya istiqrazlarının faiz gəliri artıq 3.40%-ə qədər yüksəlib. Bu son 20 ilin ən yüksək göstəricisidir. Yaponiya ən yüksək borcu olan iqtisadiyyatlardan birisidir. Belə ki, onun borcu təxminən ümumi daxili məhsulun 250%-ə yaxındır. Belə olan halda, hörmətli izləyicilər, təbii ki, bu böyük bir qlobal maliyyə bazarına da risk yaratmış olur. Çünki Yaponiya Amerikan xəzinə istiqrazlarını əlində tutan ən böyük investorlardan birisidir. Təxminən 1 trilyon dollardan çox xəzinə istiqrazlarını əlində saxlayır. Əgər Yaponiya öz daxili problemlərini həll etmək üçün həmin Amerikanın xəzinə istiqrazlarını satmağa başlayarsa, bu təbii ki, hal-hazırda xəzinə istiqrazlarının faizlərinin yüksəlməsini daha da sürətləndirə bilər və qlobal bir belə deyək, çöküşə səbəb ola bilər. Çünki Yaponiya Amerika xəzinə istiqrazlarını satmağa başlayarsa, bu digər dövlətlərə də bir mənada satışları artıra bilər və Amerikan xəzinə istiqrazlarında kəskin satış olarsa, Amerikanın xəzinə istiqrazlarının faizləri yüksəlməlidir və belə olan halda Amerika yenidən daha yüksək faizlə borclanma olacaq ki, bu da təbii ki, qlobal olaraq böyük bir risk yaradır. Həm Amerikan xəzinə istiqrazlarına, həm də ümumiyyətlə dövlət istiqrazlarına risk yarada bilər. Tələbin aşağı düşməsinə səbəb ola bilər ki, bu risklərdən dolayı ən təhlükəsiz maliyyə aləti sayılan, belə deyək, qızıla yatırımlar artmış olur. Gün ərzində nə qədər ki, qızılın qiyməti bu günün birinci dəstək səviyyəsi olan 3307 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz qızılda hələlik yüksəliş trendinin davam edəcəyini proqnoz edə bilərik. Unutmayaq ki, hal-hazırda qlobal maliyyə bazarında ən böyük problemlərdən birisi qlobal borc problemidir və bu problem həll olmayana qədər qızılın qiymətində biz kəskin düşüşləri görə bilməyəcəyik. Hörmətli izləyicilər, bir digər maliyyə S&P 500 indeksidir. Bir öncəki videomuzda da S&P 500 indeksində olan yüksəlişin əslində 20 may tarixində bir mənada, hətta 21 mart tarixində başa çatdığını qeyd etmişdik. Belə ki, diqqət etsəniz, həmin günün birinci dəstək səviyyəsinin qırılması və hətta S&P 500 indeksinin 3-cü dəstək səviyyəsinin altına bağlanması ilə bir mənada S&P 500 indeksində satış siqnalı yaranmış olur və diqqət etsəniz, həmin tarixdən etibarən S&P 500 indeksi eniş trendi ilə davam edir. Bu gün içərisində də S&P 500 indeksi nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 5871 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz hələlik S&P 500 indeksində
enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.